Əsas odur ki, şəxsən məndən ötürü əlbəttə, həyatımızın ola bilsin ən ağır illəri, o uşaqlıq illərimiz, müharibədən sonraki ağır illər, ən gözəl, ən xoşbəxt vaxtlardır. Ən xoşbəxt vaxtlar. İndi yox? Niyə? Elə indi də. Amma düz baxmalıyıq həqiqətin üzünə. Biz günbəgün bir-birimizdən uzaqlaşırıq, günbəgün. Buna bəraət yoxdur. Şəxsən mənim üçün dostluğa, yoldaşlığa bərabər ola biləcək ikinci şey həyatda yoxdur. İndi də, bax bu badələrimizi balaca Rafiqin, oğlumuzun sağlığına içəndə, yeganə arzum budur ki, hamısı bir yana qalsın. Qayğıkeş anam. Görürsünüz, gözəl mənzilləri var. Könül xoşluğu ilə yaşasınlar. Bunlar hamısı öz yerində. Arzumuz budur ki, gözəl dostları olsun. Elə laf bizim kimi.